Ölülərlə danışmaq istəyirəm. Ölülərlə danışmaq istəyirəm deyəndə, yəni ölülərin həmin dövrdə necə dəfn olunması haqqında danışmaq istəyirəm. Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bugün sizə Azərbaycan ərazisində ibtidai icma cəmiyyəti, yəni daş dövrü, tunc və dəmir dövrünün izahını verəcəm. İbtidai icma quruluşu şərti olaraq 3 dövrə bölünür. Daş dövrü, tunc dövrü və dəmir dövrü. Gəlin bunları qeyd edək. Daş, tunc və dəmir. Daş dövrü də öz növbəsində paleolit, mezolit, neolit dövrünə bölünür. Bir də bizim eneolit dövrümüz var. Eneolit. Bu eneolit dövrü daşdan tunca keçid dövrü hesab olunur. Tunc dövrü də erkən, orta və son tunc dövrünə bölünür. Dəmir dövrü bölünmür. Elə son tunc, ilk dəmir dövrü bir yerdə gedir. Paleolit dövrü də öz növbəsində alt paleolit, orta paleolit və üst paleolit dövrünə bölünür. Hər birinin xüsusiyyəti ilə gəlin yaxından tanış olaq. İlk növbədə deyim ki, öyrənmə üsulu necə olmalıdır? Hər dövrün xüsusiyyətlərini biz yadda saxlamalıyıq. Məsələn, alt paleolit dövrü nə vaxtdan nə vaxta kimi mövcud olub və bu dövrdə nələr baş verib? Alt paleolit dövrü ilk insan tipinin yaranmasından, ilk insanın yaranmasından 100 min il bundan əvvələ qədər mövcud olub. Əsasən bu dövrü Azıq mağarasında Quruçay dərəsi yaxınlığındakı ərazilər hesabına öyrənildiyinə görə bu dövrə həm də Quruçay mədəniyyəti dövrü adlanır. Quruçay mədəniyyəti dövrü həm də adlanır. Alt paleolit dövründə necə insan mövcud olub? Bacarıqlı insan. Bacarıqlı insanın ilk əmək alətləri hansılar olub? Sivri daş, yer qazan çubuq və dəyənək olub. İlk əmək alətləri. Hansı oddan istifadə edib? Necə bir oddan istifadə edib? Əlbəttə ki, təbii oddan istifadə edib. Təbii, yəni süni od alt paleolitdə olmuyor. Alt paleolit dövrünü bayaq da qeyd etdiyim kimi Azıq mağarası Quruçay dərəsi yaxınlığında öyrənildiyinə görə həm də Quruçay mədəniyyəti dövrü adlanır. Bəs Azıq mağarasında kim araşdırma aparmışdı və nələr tapılmışdı? Azıq mağarasından məhz alt çənə sümüyü tapılmışdı. Alt çənə sümüyü və bu çənə sümüyü təbii ki tapan şəxs Məmməd Əli Hüseynov olmuşdu. 1968-ci ildə alt çənə sümüyü qadına məxsusdur, 18-22 yaşlı bir qadına məxsusdur. Elə bu alt çənə sümüyünün məhz Azərbaycanda tapılması Azərbaycanın ən qədim insan məskəni olmasını sübut edirdi. Hətta Avropada belə bir xəritə var, hansı ki ən qədim insan məskənlərinin olduğu xəritə. Məhz Azərbaycan da həmin xəritəyə daxil edilmişdi. Yəni Avropada ən qədim sakinlərin olduğu bir xəritə var ki, Azərbaycan da həmin xəritəyə daxil edilmişdi. Nəyə görə? Məhz tapılmış alt çənə sümüyünə görə. Bu sübut edir ki, ən qədim insanlar həm də Azərbaycan ərazisində yaşamışdı. Azıq mağarasından tapılmışdı 700 min il bundan əvvələ aid ocaq izləri. Və qeyd edim ki, alt çənə sümüyünün belə deyək də sahibi olan insan azıxantrop adlanır. Azıxantrop adlanır və azıxantrop da 350-400 min il bundan əvvəl yaşaması ehtimal edilir. Ocaq izləri dedik və demək olar ki, alt paleolit dövrünün bütün xüsusiyyətlərini qeyd elədik burada. İncə keçək orta paleolit dövrünə. Orta paleolit dövrü. Orta paleolit dövrü 100 min il bundan əvvəldən 35 min il bundan əvvələ qədər mövcud olub və dövrün xüsusiyyətləri çox azdır. Məsələn, yeni bir insan tipi meydana gəlib. Bu Neandertaldır. Neandertal insan tipi meydana gəlib. Daha sonra bu insan artıq süni oddan istifadə etməyə başlamışdı. Yəni süni odu biz götürürük orta paleolitə. Daha sonra isə axirət dünyasına inam yaranmışdı. Axirətə inam. Gördüyünüz kimi bu xüsusiyyətlər də orta paleolitin xüsusiyyətləridir. Bəs orta paleoliti biz hansı ərazilər hesabına öyrənirik? Əlbəttə ki, burada götürürük Qarabağda Azıq, Tağlar, Zar, bu mağaralar. Daha sonra Naxçıvanda Qazma və Qazaxda Daş salahlı. Baxın, damcılı yox, daş salahlı. Damcılığını biz mezolit dövrünə götürəcəyik. İndi keçək üst paleolit dövrünə. Üst paleolit dövrü də 35 min il bundan əvvəldən
12 min il bundan əvvələ qədər mövcud olub. Burada artıq müasir insan tipi olan Homo sapiens meydana gəlib. Homo sapiens, yəni ağıllı insan. Ağıllı insan. Ağıllı insan çayın bir kənarından digər kənarına keçmək üçün nə düzəldib? Əlbəttə ki, sal düzəldib. Ağıllı insan səsli nitqə malik olub. Səsli nitq, yəni rabitəli nitqə malik olub. Daha sonra üst paleolit dövründə artıq belə deyək də, hansı ki alt paleolit dövründə yaranmış insanların birliyi ulu icma adlanırdı. Burada qeyd edək, ulu icma. Ulu icma, amma üst paleolit dövründə artıq ulu icmanı qəbilə icması əvəz edib. Qəbilə icması. Bəs bunların fərqi nədir? Ulu icma tez-tez dağılırdı, körtəbi idi. Amma qəbilə icması daha uzun müddət mövcud olurdu, daha mütəşəkkil idi. Ulu icma gördüyünüz kimi neçə dövrdə mövcud olub? Həm altda, həm də orta paleolitdə mövcud olub. Ta yəni üst paleolitə qədər ulu icma mövcud olub. Artıq qəbilə icmasında insanlar ana xətti ilə birləşirdi. Ona görə də bu dövrə ana xaqanlığı da deyilib. Ana xaqanlığı. Ana xaqanlığı. Yəni ana xətti ilə qohumluq əsasında birləşdiyinə görə buna biz nəsli icma quruluşu da deyə bilərik. Nəsli icma. Nəsli icma, ana xaqanlığı, qəbilə icması. Bunlar görsəz, demək olar ki, eyni ifadədir. Hər birini üst paleolitə yaramasını təbii ki, bunların yaramasını üst paleolit dövrünə götürə bilərik. Qadınların mövqeyi üst paleolit dövründə ön plana çıxır. Nəyə görə? Çünki qadınlar gilə meyvə toplamaq, odu qoruyub saxlamaq, uşaqların qayğısına qalmaq, yemək, pişirmək, bu kimi öhdəlikləri üzərinə götürmüşdü və dövrdə, həmin dövrdə ön plana çıxdığına görə dövrü ana xaqanlığı dövrü də adlandırırlar. İndi isə keçək, gördüyünüz kimi paleolit dövrünün mərhələləri ilə tanış olduq biz. Alt, orta, üst paleolit dövrü. Artıq qeyd edim ki, bunların ikinci adı da var. Biz onları ikinci adı ilə də bilməliyik. Paleolit qədim daş dövrüdür. Qədim daş dövrüdür. Mezolit orta daş dövrüdür. Neolit yeni daş dövrüdür. Eneolit mis daş dövrüdür. Bəzi testlərdə məsələn bir addan istifadə olunur. Orta daş dövrü. Biz bilməliyik ki, bu mezolitdir. Yəni siz mezolit olaraq öyrənirsiniz, testdə orta daş dövrü görəndə çaşmayın. Elə mezolit dövrünün xüsusiyyətləri soruşulur və ya yeni daş dövrü deyəndə neolit başa düşülür. Hər birini hər iki adda öyrənmək məcburiyyətindəyik. İndi isə keçək mezolitə. Mezolit orta daş dövrü deməkdir. Gəlin görək orta daş dövründə nələr baş verib. Elə burada qeyd edək. Mezolit. Mezolit 12-8-ci minilliyə əhatə edir. 12-8-ci minillik. Onu da qeyd edim ki, dövrlərdən biri bitəndə digəri başlayır. Baxın, 100-də bitdi, orta paleolit 100-də başladı. 35-də bitir, 35-də başlayır. 12-də bitir, mezolit 12-də başlayır. Yəni 12-də üst paleoliti bitir, mezolit isə 12-də başlayır. Mezolit dövrünün ən böyük kəşfi bildiyiniz kimi ox və kamandır. Ox və kaman. Ox kamanı vasitəsilə insanlar heyvanları daha uzaq məsafədən ovlayırdılar və nəticədə qida ehtiyatı artırdı. Çünki heyvanın həm də balasını qida mənbəyi kimi saxlayırdılar. Bu da təbii ki, gələcəkdə artıq ibtidai maldarlığın və ibtidai əkinçiliyin əsasının qoyulmasına gətirib çıxardacaq. İbtidai əkinçilik və maldarlıq. Deməli, ibtidai sözünü harada görsək, yaranmadan söhbət gedir. İbtidai əkinçilik, ibtidai maldarlıq mezolitə götürəcəyiz. Amma desə əgər əkinçiliyin və maldarlığın bilavasitə yaranması, bu artıq neolit dövrüdür, növbəti dövrü götürəcəyik. Mezolit dövründə insanlar daha kiçik ölçülü əmək alətlərindən istifadə edirdilər. Buna mikrolit əmək alətləri deyilir. Mikrolit əmək aləti, yəni kiçik ölçülü əmək aləti. Və bu dövrdə əsas təsərrüfat forması yığıcılıq, ovçuluq, balıqçılıqdır. Baxmayaraq ki, əkinçilik, maldarlıq yaranmışdı, amma əsas əkinçilik, maldarlıq deyildi. Əsas ovçuluq, yığıcılıq və balıqçılıq idi. Çünki hələ ibtidai formada yaranmışdı, hələ tam möhkəmlənməmişdi bu səbəbə görə. Mezolit dövründə ölülərin yanına məişət əşyaları qoyulurdu. Düşünün ki, bir müəllimin yanına ölərkən gələcəkdə, yəni ona görə əşyalar qoyurdular ki, düşünürlər ki, axirətə inanırdılar axı, o dünyada həmin əşyalardan istifadə edəcək deyə. Düşünün, müəllim dünyasını dəyişir və onun yanına, yəni gələcəkdə istifadə etməsi üçün, o dünyada istifadə etməsi üçün marker qoyula bilər. Belə. Daha sonra mezolit dövrünü hansı ərazilər hesabına öyrənirik? Mezolit dövrünü Qobustan və Qazaxın Damcılı mağara əsasında öyrənirik. Baxın, necə bunu yadda saxlayaq? Axı Qazaxın iki mağarasından biz danışdıq. Bir damcılı, bir də daşdalaqlı. Daşdalaqlını götürdük orta paleolitə. Gördüyünüz kimi burada.
Mezolitdə isə Qazaxın damcılı, bax M hərfini yadda saxlaya bilərik. Damcılı mezolit və ya elə mikroliti də M ilə yadda saxlaya bilərik. Mezolitdən sonra keçək hansı dövrə? Məncə artıq bilirsiniz. Bu dövr neolit dövrüdür. Neolit. Neolit necə bir dövrdür? Yeni daş dövrüdür. Hansı minilliyə əhatə edir neolit dövrü? Əlbəttə ki 8, 6-cı. Təbii ki bunlar hamısı eradan əvvəldir. Eradan əvvəl. Çünki gördüyünüz kimi rəqəmlər böyükdən kiçiyə doğru azalmağa başlayıb və burada təbii ki eradan əvvəldən danışırlar. 8-6-cı minillik. Neolit dövründə artıq əkinçilik, maldarlıq bilavasitə meydana gəldi. Tam şəkildə meydana gəldi. Və ona görə də əkinçilik və maldarlıq əhalinin əsas məşğuliyyət sahəsinə çevrilib. Neolit dövründə torpağı şurlamaq üçün toxadan istifadə olunub. Toxa baxın, neolit dövründə meydana gəlib. Neolit dövründə insanlar oturaq həyata keçdilər. Yəni oturaq həyat deyəndə insanın oturmasını nəzərdə tutmayın. Yəni insanın bir yerdə daimi məskən salması başa düşülür. Daimi bir yerdə yaşaması, yəni köçməməsi. Bunun da səbəbi bilirsiniz nə idi? Çünki insan əgər torpağı əkirsə, onun bezərməsini gözləməlidir. Bezərməsini gözləyirsə, deməli bir yerdə uzun müddət yaşamalıdır. Ona görə də artıq insanlar məcbur olub köçəri həyat tərzi yox, oturaq həyat tərzinə keçdilər. Neolit dövründə yeni sahələr meydana gəldi və bu yeniliklər özündə inqilabı formalaşdırdı. Yəni neolit inqilabını. Neolit inqilabı. Neolit inqilabı nə idi? Neolit inqilabı toxuculuq, daşın deşilməsi və cilalanması, duluzçuluq, sonra göndərişləmə. Gördüyünüz kimi toxuculuq, daşın deşilməsi, cilalanması, duluzçuluq, göndərişləmə hamısı bunlar yeniliklər idi. Bu yeniliklər özünü inqilabda, yəni inqilabda göstərirdi. Hansı inqilabda? Neolit inqilabında. Bu yeniliklərə gördüyünüz kimi heç bir dövrdə bu yeniliklərdən biz danışmadıq. Danışırıq neolitdə. Deməli həqiqətən də inqilabdır. Neolit dövrü haqqında məlumatımız bu qədər. İndi isə keçək neolit dövründən sonra gələn eneolit, hansı ki eneolit də dedim ki daşdan tunca keçid dövrüdür. Çünki adı da mis daş dövrüdür. Yəni həmin dövrdə həm misdən, həm də ki daşdan istifadə olunub. Aha. Burada yazaq eneolit. Mis daş dövrü. Eneolit dövründə bəli, insanlar ilk dəfə metalla tanış oldular və insanın ilk tanış olduğu metal məhz mis idi. Lakin misdən geniş istifadə olunmurdu. Bunun səbəbi isə misin yumşaq olması və az tapılması idi. Əsasən mis yataqları daş kəsəndə var idi, Qarabağın dağlıq hissəsində var idi, baxın Gədəbəydə var idi, bu hissələrdə var idi mis. Yəni bütün ölkəni əhatə etmirdi, az tapılırdı. Ona görə də həmin dövrdə yenə də daşdan daha geniş şəkildə istifadə olunurdu. Eneolit dövründə insanlar dairəvi evlər formalaşdırdı. Dairəvi. Bunun bilirsiniz səbəbi nə idi? İnsanlar əvvəllər od qalıyırdılar. Baxın bu oddur. Odun ətrafında dairə vururdular. Dairə vurulmasının səbəbi də vəhşi heyvanlardan qorunmaq və isinmək idi. İsinmək və qorunmaq üçün dairə vururdular. Və bu dairə vurulma gələcəkdə onların evlər inşa etməsinə təsir göstərdi. Yəni evləri də dairəvi formada inşa etmişdilər. Eneolit dövründə qadınlar hələ də üstün mövqedə idi və qadınlar müqəddəs varlıq hesab olunurdu. Çünki onlar nəslin yaşadıcısı və əmin-amanlıq gətirən bir qüvvə kimi dəyərləndirilirdi. Və evlərdə, təbii ki, dairəvi evlərdə ailələr qoşa nikaha əsaslanaraq yaşayırdılar. Qeyd edim ki, eneolit dövründə ölülərin üzərinə qan rəmzi sayılan qırmızı oxra səpilirdi və bu oxra, yəni belə deyək də, onlara həyat vermək məqsədi ilə səpilirdi və ölülər yaşayış binalarının arasında, evlərin içərisində dəfn olunurdu. Yəni belə bir dəfn etmə adəti də eneolit dövründə mövcud idi. Eneolit dövründə ovçuluq, balıqçılıq, yığıcılıq əhalinin ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilmişdi. Bəli, biz gəlin nəzər salaq mezolit dövründə ovçuluq, yığıcılıq, balıqçılıq birinci dərəcəli idi. Neolitdə birinci dərəcə əkinçilik, maldarlıq idi. Eneolitdə isə ikinci dərəcə ovçuluq, yığıcılıq və balıqçılıq idi. Onu da qeyd edim ki, eneolit dövründə toxadan geniş istifadə olunduğuna görə bu dövr toxa əkinçiliyi dövrü adlanır. Baxın, toxa yarandı neolit dövründə, amma o qədər də geniş istifadə olunmurdu. Amma eneolit dövründə toxa əkinçiliyindən geniş istifadə olunduğuna görə
bu dövr həm də Toxa əkinçiliyi dövrü adlanır. Bu mənim eneolit dövrü haqqında verdiyim məlumat. İndi isə keçək Tunc dövrünə. Tunc dövrünün ilkin mərhələsi erkən Tuncdur. Erkən Tunc dövrü. Erkən Tunc dövründə hansı minilliyə əhatə edirdi ona baxmalıyıq. Qeyd edim ki, eneolit dövrü də eramızdan əvvəl 6 4-cü minilliyə əhatə edir və erkən Tunc dövrü isə eramızdan əvvəl 4 3-cü minilliyə əhatə edir. Yəni 4-cü minilliyin ikinci yarısı və 3-cü minilliyin sonlarına əhatə edir. Erkən Tunc dövrünə həm də Kür və Araz mədəniyyəti, Kür Araz mədəniyyəti dövrü adlanır. Erkən Tunc dövründə birinci ictimai əmək bölgüsü baş vermişdi. İctimai əməyin bölgüsü nə deməkdir? Birinci ictimai əmək bölgüsü əkinçiliyin maldarlıqdan ayrılması. Yəni əvvəllər eyni insanlar həm əkinçilik, həm də maldarlıqla məşğul olurdularsa, artıq bölgü yaradıldı. Məsələn, 10 nəfər əkinçiliklə, 10 nəfər maldarlıqla məşğul olmağa başladı. Artıq əkinçilər gedib həm də maldarlıq və ya maldarlar gedib həm də əkinçilik işi ilə məşğul olmurdular. Erkən Tunc dövründə kurqan qəbirlər formalaşdırıldı. Kurqan qəbirlər. Daha sonra erkən Tunc dövründə sosial bərabərsizlik yarandı. Sosial bərabərsizlik, süni suvarma. Daha sonra Toxanı xış əvəz etdi. Baxın, xış əkinçiliyi yarandı və xış əkinçiliyi yüksək güc, dözüm tələb etdiyinə görə artıq dövr də dəyişdi. Yəni ana xaqanlığını ata xaqanlığı əvəz etdi və dövr ata xaqanlığı adlanmağa başladı. Ata xaqanlığı adlanmağa başladı və köçəri maldarlıq yarandı. Köçəri, yaylaq maldarlığı erkən Tunc dövründə meydana gəldi. Daha sonra mehrabı olan ibadət evləri. Bəs bu ibadət evləri Azərbaycanın hansı bölgəsindədir? İbadət evləri Xaçmazda, Sərkərtəpə, Qazaxda, Baba Dərviş, Naxçıvanda, 1-ci Kültəpə və Maxda. Baxın, bunlar ibadət evləri. Bizim indiki bildiyimiz məscidlər, yəni ibadət yerləri. Xaçmazda, Sərkərtəpə, Qazaxda, Baba Dərviş, Naxçıvanda isə 1-ci Kültəpədə aşkarlanmışdı. Ölülərlə danışmaq istəyirəm deyəndə, yəni ölülərin həmin dövrdə necə dəfn olunması haqqında danışmaq istəyirəm. Ölülər artıq evlərdən, yaşayış binalarından uzaqda dəfn olunurdu. Amma biz eneolit dövründə dedik ki, ölülər evlərin içərisində, binaların arasında dəfn olunurdu. Amma erkən Tunc dövründə tam əksidir. Hətta erkən Tunc dövründə ölü yandırma və kollektiv dəfn etmə adəti də mövcud idi. Bu mənim erkən Tunc dövrü haqqında verdiyim məlumat. İndi isə keçək Orta Tunc dövrünə. Orta Tunc dövrü eramızdan əvvəl 2-ci minilliyə əhatə edir. Orta Tunc dövrünə həm də boyalı qablar mədəniyyəti adlanır. Baxın, bunları yadda saxlayaq. Məsələn, alt paleolit dövrü Quruçay mədəniyyət dövrü. Orta paleolit dövrü Mustiyev mədəniyyəti dövrü. Mustiyev mədəniyyəti dövrü adlanırdı. Sonra eneolit dövrü Toxa əkinçiliyi dövrü adlanırdı. Erkən Tunc dövrü Kür Araz mədəniyyəti dövrü adlanır. Orta Tunc dövrü isə boyalı qablar mədəniyyəti dövrü adlanır. Qeyd edeyim ki, bunlar digər adı ilə verilə bilər. Yəni, məsələn, boyalı qablar mədəniyyəti dövrünə aid olan seçin deyəndə Orta Tunc dövrünü siz götürməlisiniz. Orta Tunc dövründə yeni sənətkarlıq sahələri meydana gəldi. Məsələn, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq. Daha sonra ikinci ictimai əmək bölgüsü yarandı. İctimai əmək bölgüsü nə yarandı? Sənətkarlıq. Müstəqil sahəyə çevrildi artıq. Yəni, sənətkarlar digər sahələrdən ayrıldı, müstəqil oldu. Burada birinci ictimai əmək bölgüsü idi. Orta Tunc dövründə isə ikinci ictimai əmək bölgüsü idi və qabların üzərinə boya çəkilməyə başladı. Boyalı qablarda, məsələn, insan, heyvan, quş təsvirləri vardı qabların üzərində və belə boyalı qablar nümunəsinə də Naxçıvanda, Şaxdağda və 2-ci Kültəpədə rast gəlmək mümkündür. Eyni zamanda Orta Tunc dövründə şəhər mərkəzləri yarandı. Şəhər mərkəzləri deyə bilərsiniz, bəs bu şəhər mərkəzləri həmin dövrdə hansı ərazidə yerləşirdi? Məsələn, Qarabağda Nərgiztəpə və Qarabağda Üzərliktəpə, sonra Urmiyada Göytəpə, bir də Naxçıvanda 2-ci Kültəpə. 1-ci Kültəpə nə idi? Erkən Tunc dövründə ibadət evi idi, ibadət yeri idi. Amma Orta Tunc dövründə 2-ci Kültəpə şəhər mərkəzi hesab olunur. İndi isə gəlin, keçək sonuncu dövrümüz olan Son Tunc ilk dəmir dövrünə. Son Tunc ilk dəmir dövrü eradan əvvəl 14-7-ci əsrləri əhatə edir. Və Son Tunc ilk dəmir dövründə artıq atdan minik və qoşqu vasitəsi kimi istifadə olunmuşdu. Daha sonra deyə bilərik Son Tuncun ayaqla hərəkətə gətirilən dulus, çarxı. Baxın, dulusluq meydana gəldi neolit dövründə.
Neolit dövründə. Amma ayaqla hərəkətə gətirilən duru sarğından istifadə olunmuşdu Son Tunc ilk dəmir dövründə. Təbii ki, dəmirdən istifadə olundu. Eramızdan əvvəl 7-ci əsrdə artıq dəmirdən istifadə olundu. Bir də 3-cü ictimai əmək bölgüsü baş verdi. Əmək bölgüsü. Bəs deyə bilərsiniz, 3-cü ictimai əmək bölgüsü nədir? Tacirlər qrupunun ayrılması. Tacirlər. Baxın, 1-ci ictimai əmək bölgüsü 1 hansı dövrdür? Erkən Tunc, 2 Orta Tunc dövrü, 3 Son Tunc dövrü. Belə yadda saxlaya bilərsiniz. Elə 1-ci ictimai əmək bölgüsünü 1-ciyə, yəni Erkən Tunca, 2-ci ictimai əmək bölgüsünü 2-ci dövrə, yəni Orta Tunca, 3-cünü elə sonuncunu da Son Tunc dövrünə götürə bilərsiniz. Tacirlərin müstəqil olması. Ata sitayiş olundu. Yəni ümumiyyətlə çox tanrılıq bu dövrdə mövcud idi və Azərbaycan tayfaları yaxın şərqin mədəniyyət ocaqları ilə əlaqələr saxlayırdılar. Bunu sübut edə bilərik. Məsələn, Azərbaycan ərazisində Assuriyaya məxsus olan şirli gil qablar, möhürlər, bəzək əşyalar tapılmışdı. Bu nəyi sübut edir? Yəni Azərbaycanın Assuriya ilə əlaqələrindən, hətta Qarabağda bir muncuq da tapılmışdı. Bu da Assur hökmdarı Adad-nirarinin adı yazılmışdı həmin muncuq üzərində. Bir də Son Tunc ilk dəmir dövründə danışa bilərik siklopik tikililərdən. Siklopik tikililərə nə üçün tikilmişdi? Bunlar 3 bucaqlı, 4 bucaqlı trapesiya formasındaydı. Məqsəd o idi ki, bunu tikməkdə, yəni tacirlər və ya köçəri maldarlar yağışdan, günəşdən qorunmaq məqsədi ilə bu tikililər tikilmişdi və tikənlər isə təpəgözlər adlandırılırdılar və siklopik tikililərə Təpəgöz tikililərinə nümunə hansı ərazilərdən tapılıb? Gədəbəyin Arıqdam kəndindən, Gədəbəyin Arıqdam kəndindən nümunə tapılmışdı. Bir də Naxçıvan bölgəsində. Gədəbəyin Arıqdam kəndi və Naxçıvan bölgəsində siklopik tikililərə də nümunə tapılmışdı. Eyni zamanda əlifbaya qədər piktoqrafik və ideografik yazılardan istifadə olunmuşdu. Piktoqrafik yazılara nümunə isə biz deyə bilərik Azərbaycanın müxtəlif ərazilərində, məsələn, Qobustan, Abşeron, Naxçıvan, Kəlbəcər, Gədəbəy, Qazax bu bölgələrdə isə piktoqrafik, yəni şəkli yazı nümunələrinə rast gəlinmişdi. Mən bir də Mezolit dövründə danışmaq istəyirəm gəmiçilikdən, çünki Mezolit dövrünün 20-ci əsrin sonlarında Tur Heyerdahl, Norveç alimi, gəlir Azərbaycana və araşdırma aparır Qobustanda və nəticə Qobustanda qayalar üzərində gəmi təsvirlərini görür və belə nəticəyə gəlir ki, Azərbaycan gəmiçiliyin meydana gəldiyi ən qədim diyardır. Norveç aliminin gəldiyi qənaətdir. Gəmi təsvirlərini görüb deyir ki, Azərbaycan gəmiçiliyin meydana gəldiyi ən qədim diyardır və onu da qeyd edim ki, Qobustan qayalarında insan, heyvan, ov səhnəsi, hətta müasir yallı rəqsini xatırladan bir rəqs, döyüş səhnəsi, gəmi təsviri, baxın Qobustanda da qayalar üzərində bu təsvirlər öz əksini tapırdı. Son Tunc dövründə, Son Tunc ilk dəmir dövründə artıq ibtidai icma quruluşu dağılır. Bunun dağılmasının da səbəbləri artıq hər bir şeyin ön plana çıxması, bərabərsizliyin yaranması, tayfaların, tayfa başçılarının ilahiləşdirilməsi. Onu da qeyd edim ki, təbəqələşməni nələr göstərirdi? Qarabağda Borsunlu, Sarıçoban, Xankəndi, Xocalı kimi, eyni zamanda Oğuzda Kərimli yaşayış məskənindən tapılmış kurqan tipli qəbirlərdən aşkarlanmış nümunələr göstərir ki, məhz Son Tunc dövründə bərabərsizlik olur. Onu da qeyd edim ki, kurqan qəbir demişkən, Erkən Tunc dövründə kurqan qəbirlər, bilmirəm, qeyd etmişəm burada, kurqan qəbirlər meydana gəlmişdi. Bir də tayfa yaranmışdı. Onu da qeyd edim, tayfa. Yəni artıq qəbilə icması bildiyimiz kimi üst paleolit dövründə yaranmışdı. Erkən Tunc dövrünə qədər mövcud olmuşdu. Onu isə tayfa əvəz etmişdi. Orta Tunc dövründə tayfa ittifaqları yaranmışdı. Elə Son Tunc dövründə də tayfa birliklərinin yaranması daha da davam etmişdi. Mənim ibtidai icma quruluşu haqqında izahım bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm. Əgər videoya faydalı olsa, bəyənməyi və abunə olmağı unutmayın.